saat sifariş verdiyimiz zaman bunu onlayn formada sifariş verməmiz daha yaxşıdır. Olur ki, məsələn, alırlar məhsulları kənardan və onlarda zəmanətlə bağlı problem yaşayırlar. Və nəticə etibarilə başa düşür ki, bunu hardansa onlayn sifariş veriblər. Bəzən olur ki, saatların görünüşü müştəriyə onlayn olaraq xoş gələ bilər, amma mağazada gəlir görür ki, bu daha gözəldir. Bu formada da belə deyəlim də onlayn tərəfin bir dənə müsbət tərəfi var da belə deyərdim. Bu formada da belə deyəlim də onlayn tərəfin bir dənə müsbət tərəfi var da belə deyərdim. Salam, saatımız 10-u göstərir. Bu isə o deməkdir ki, bizim yeni buraxılışın artıq onlayn olma vaxtıdır. Bugünkü buraxılışımızda sizinlə mən Abbas və Əsəd olacaq. Əsəd haqqında istəyirdim sizə qısa da olsa bir dənə məlumat verim. Əsəd artıq 10 ildir ki, bu sənətin içindədir. Dediyimiz kimi biz bu işə daha çox belə sənət kimi baxırıq. Çünki saatçılıq bizim fikrimizcə böyük bir sənətdir. Əsədin artıq 10 ildir ki, dediyim kimi bu sənətdə təcrübəsi var və hal-hazırda da bizimlə birlikdə çalışır və bizdə Yapon və İsveç saatları üzrə marka mütəxəssisidir və bu gün sizin üçün çox maraqlı bir dənə mövzu seçmişik. Həm sizə maraqlı mövzudur, həm bizə maraqlı mövzudur, həm ümumiyyətlə saat işində olan hər bir insan üçün fikrimizcə maraqlı mövzudur. Mövzumuz odur ki, saat sifariş verdiyimiz zaman bunu onlayn formada sifariş verməmiz daha yaxşıdır, yoxsa sifariş verib, gəlib, yaxınlaşıb mağazada real təcrübəyə əsasən. Bu mövzuda Əsədin fikirlərinin üstündən müzakirə edəcəyik, əlbəttə ki. Elə istəyirdim sualımı ünvanlayım Əsəd sənə. Gəlsən birinci bir dənə sualım var. Salam hər kəsə, mən Əsəd. Abbasın da qeyd elədiyi kimi artıq bir neçə ildir ki, saat sektorunda fəaliyyət göstərirəm və hal-hazırda da Abbasla bir yerdə öz işimizi davam etdiririk. Bugünkü mövzumuz da çox maraqlı olacaq, həmişə kimi. Çalışacağıq ki, həm biz müştərilərimizə və eyni zamanda bu belə deyim işlə məşğul olmaq istəyənlərə öz töhfəmizi verək. Əlimizdən gələn bacardığımız nə varsa öz məlumatlarımızı bölüşək. Onda elə başlayaq ilk sualımızla. İlk sualımız da deyim, məsələn bu belə deyirdim, bu buraxılışımız sırf bir sualın üstündən olacaq. Çünki bu mövzuda təcrübələrimizə dayanaraq deyə bilərik ki, bir çox problemlər yaradır və bir çox problemlərə yol açır. Ona görə də istəyirik ki, bu problemlərdən sizi maksimum dərəcədə yayındırmaq üçün belə bir mövzu ilə başlayaq. Birinci sualım elə budur Əsəd. Dediyim kimi birinci sualıq elə əsas sualımız budur bugünkü mövzumuzun. Sənin fikrincə onlayn sifariş verməkləri yaxşıdır? Məsələn də bir adam saat almaq istəyir. Onun onlayn sifariş vermək yaxşıdır, yoxsa hər hansısa bir saat butikinə və ya mağazaya yaxınlaşıb yerində saat almağı yaxşıdır? Əslində çox qəşəng sualdır. Mən özüm də məsələn onlayn nəsə bir şey almaq istəyəndə, istəyir saat olmasın və yaxud başqa bir hər hansı bir şey olsun, özüm də ən çox diqqət elədiyim məqam odur ki, çalışmaq lazımdır rəsmi distributor olsun. Yəni rəsmi saytının özündən olsun. Ola bilər ki, məsələn hər hansı bir məhsulu bir neçə grey deyirlər də ona da, bir neçə əl altından satan bir saytlar olsun. Birinci məhsulun öz rəsmi saytından onun Find Store var. Bizdə ən çox saatlarda olur ki, məsələn bir hansı bir Frederick Constant olsun. Girdiniz, orada rəsmi Find Store var. Həmin o Find Store-da əgər həmin ölkədə onun mağazası varsa, rəsmi distributoru varsa, mütləq şəkildə o çıxacaq və oradan almağı tövsiyə eləyərəm. Ola bilər ki, digər həmin o rəsmi təmsilçinin dilerləri olsun. Onlar da belə araşdırmaq lazımdır. Çünki hamı bu dəqiqə diler adı ilə saat satır. Məhsul əldə eləmək olur onlardan, amma olur ki, məsələn alırlar məhsulları kənardan və onlarda zəmanətlə bağlı problem yaşayırlar, merchandisinglə bağlı problem yaşayırlar, saatlarda hər hansı qüsur baş verdi, servislə bağlı problem yaşayırlar. Yəni məsləhətim odur ki, onlayn alsalar belə araşdırsınlar ki, tam rəsmi distributor olduğu mağazadan, mağazalar şəbəkəsindən əldə olunsun məhsul. Belə deyərdim də, saatı elə bir məhsuldur ki, bunu onlayn sifariş verməyin dedim. Bu əlbəttə ki, bizim şəxsi fikirlərimizdir. Onun həmişə dediyimiz kimi də bizim bu buraxılışlarda maksimum dərəcədə biz öz fikirlərimizi bildiririk və əlbəttə ki, sizdən də gözləyirik öz fikirlərinizi ki, ola bilər ki, bizim hansısa fikrimiz üst-üstə düşməz, hansısa fikrimiz üst-üstə düşər. Əlbəttə ki, onları qeyd eləsəz bizim üçün əla olar. Hər ikisinin də saatı onlayn sifariş verməyin də gəlib yerində baxmağında müsbət və mənfi tərəfləri var mənim fikrimdə. Çünki məsələn, onlayn saat sifariş verəndə müsbət tərəfi odur ki,
vaxt az, sənin vaxtın buna az gedir, əlbəttə ki. Məsələn, evində oturub da sifariş verə bilərsən, amma əlbəttə ki, sənin sözünə qüvvət. Daha məsuliyyətlə yanaşsaq biz buna, daha düzgün araşdırma eləsək, sənin dediyin kimi rəsmi veb saytlarından araşdırma eləsək, Azərbaycanda rəsmi distributorun bunu tapsaq, bu formada araşdırma eləsək və ya dediyim kimi rəsmi distributordan da yox, yenə bir daha sənin sözünə qüsmə və ya diller şəbəkəmizdən alış eləyəndə də yenə də ən azından dediyimiz kimi bizdən də maraqlana bilərsiniz ki, məsələn, mənə məsələndə mən yaşayıram tutaq ki, hansı ünvan deyim də, tutaq ki, yaşayıram başqa bir şəhərdə də, Bakıda yaşamıram və bu falan burada bir dənə mağaza var, bir X mağazası var, adını çəkməyəcəm. Yaxınlaşıb həmin mağazadan saat almaq istəyirəm və ya həmin mağazadan onlayn sifariş vermək istəyirəm. Əlbəttə ki, bizlə əlaqə saxlaya bilərsiniz. Biz də sizə öz üstümüzə düşən formada sizə məlumat verə bilərik ki, həmin mağaza rəsmi diller şəbəkəmizə aiddir, yoxsa deyil. Və ya bu dediyimiz kimi də sırf bizdən getmir də, başqa bir yenə deyirəm, X bir markasını almaq istəyirsiniz ki, hansı ki o marka bizim rəsmi distributor olduğumuz markalardan deyil. Yenə də araşdırma eləyin həmin markanın rəsmi saytından, əlbəttə ki, qlobalda olan rəsmi saytından gedir də söhbət. Oradan araşdırma eləyin, Azərbaycanda rəsmi distributorunu tapın, həmin adamlarla əlaqə saxlayın ki, mən bu saatı əldə etmək istəyirəm, falan şəhərdəyəm. Bura yaxın sizin harda dilləriniz var və ya öz mağazanız varmı? Bu formada alış eləsəz, mənim fikrimcə daha uyğun olar, daha heç bir problem olmayacaq. Əslində olur, yəni bizim özümüzə də yazırlar ki, məsələn X mağazası, X məsələn sayt var, o sizin dillerinizdir yoxsa yox. Biz baxırıq, yəni ona uyğun cavab veririk müştərilərə ki, həqiqətən də bizim dillərdən də məhsul əldə edənlər olur və bizim özümüzdən soruşurlar. Çünki rəsmi distributor olduğunu bilirlər bizi. Sadəcə olaraq onlara ünvan olaraq ola bilsin yaxındır və yaxud qabaqlarına çıxıb necəsə, yəni internetdə, sosial şəbəkələrdə araşdıranda biz də bacardığımız qədər müştərilərə məlumat veririk ki, onlar da bu cəhətdən biraz ayıq olsunlar. Əlbəttə, işin sonunda bizim həmişə dediyimiz kimi də bizim bir məqsədimiz var ki, Azərbaycanda saat sənəti maksimum dərəcədə inkişaf eləsin və bu qol dediyim, yəni məsələn də maşın sektoru necədir və ya qızıl sektoru necədir, aksesuar sektoru necədirsə, saat sektoru da o formada çox belə deyərdim, güclü inkişaf eləsin və insanlar araşdırsın. Məsələn də bizə bir maşın alanda sərf elədiyimiz efor var da, müəyyən bir deyim, ekstradan bir efor sərf eləyirik də, həm prosesə, həm seçimimizə. Amma məsələn saata çox da elə yanaşmırıq. O da yavaş-yavaş məncə yanaşırıq. Ona görə məncə bizim bu elədiyimiz işlər, gördüyümüz işlər, elədiyimiz çəkilişlər olsun, elədiyimiz söhbətlər olsun, fikrimcə insanlara az-maz da olsa köməyi dəyir. Növbəti podkastda zaten bu mövzuya toxunacağıq. Növbəti podkastlara daha belə geniş məsələdə mövzunu açacağıq. Bir də onlayn sifarişlərlə danışmışkən bir məsələ var belə. Məsələn, Trendyoldan sifariş verirlər və ya belə deyim də həm ikinci əl məsələsində də qoyaq bir qırağa, təzə saatdan gedir də söhbət. Azərbaycanda da məsəl üçün bəzi belə deyim də e-commerce mağazalar var, hansı ki orada bir çox şey əldə edə bilirsiniz. Məsələn, bir marketdə də bir çox saatlar var və ya bir market olmasın, Trendyol olsun məsələn. Trendyoldan da yetəri qədər də, yəni orada həm bizdəki markalar, həm başqa markalar var. Bu haqqda və sən görüşün necədir? Bir marketdə məsələn bizim özümüzün də diler olduğumuz, yəni bizim dilerlər var ki, hansı ki orada da onların mağazaları var və bizim diler olmayan fake saatlar satan və yaxud onlara alternativ olan saatlar satan mağazalar var ki, onlardan məhsul əldə edirlər. Dilerlərdən əldə olunan məhsullarda problem yaranmır. Çünki zaten bütün qablaşdırmasından tutmuş, saatın bütün detallarına kimi hamısını biz yoxlayırıq, elə təhvil veririk dilerlərə ki, onlar da müştərilərə elə çatdırma edirlər. Amma ki, hansı ki o fake saatlar var ki, onları da alırlar, müştərilər görünüşdən aldanıb alır ki, necə ki, bunu dediyim kimi növbəti podkastda toxunacaq o məsələyə. Onunla bağlı çox böyük problem yaşayırlar. Belə vaxt olur məhsul gəlmir. Elə vaxt olur məhsulun yerinə tamam başqa bir şey göndərirlər. Elə vaxt olur ki, məhsul şəkildəkindən tam fərqli bir şəkildə forma, yəni təqdim olunur müştəriyə. Trendyol
ən çox belə halların yaşandığı bir belə deyim də e-kommersiya bir şirkətdir ki, orada daha çox yaşanır. Biraz məhsulun 5-10 manat ucuz olduğuna aldanıb Trendyoldan sifariş verilir. Nə rəsmi zəmanəti gəlmir, nə üzərində hər hansı bir orijinallığın təmsil etdiyi, orijinallığı təsdiq edən bir sənəd olmur. Hətta bəzən qutusu belə saatın tam fərqli bir qutu gəlir, fake bir qutu gəlir ki, hansı ki, brendlə heç bir əlaqəsi yoxdur. Paketləmədə eyni qaydada. Ona görə də mən deyirəm, düzgün araşdırma etmək lazımdır. Bu Trendyol təcrübəsini biz hardasa 20-30 dəfə bəlkə də yaşamışıq, bəlkə də daha çoxdur. İndi mənim bu yaxın keçmişdə olan təcrübələr deyəndə 20-30-dur. Bunların içində bəziləri var ki, məsələn, çünki Trendyolda da bir marketdə necədirsə prinsip, aşağı-yuxarı Trendyolda da o formadadır da. Orada var satıcılar, Trendyolun özü səfərlərimizdə orada çox az satış edir. Trendyol milladır, yoxsa nəsə belə bir məsələ var orada. Onlar Trendyolun məhsullarıdır. Amma qalan belə deyil, saatların əksəriyyəti Trendyolun belə deyim, öz produktları deyil. Çoxu satıcılardır orada. Sifariş elədiyiniz zaman satıcını əsas orada araşdırmalı olduğunuz şey satıcıdır. Məhsulu o öz yerində. Məhsulu araşdırın, altında şərhlərə baxın, geri dönüşlərə baxın. Şərhlərdə baxın, sifariş verdiyiniz məhsulun kimsə daha əvvəldən sifariş veribsə, ora şəkillərini çəkib atıbsa, onlara baxın ki, rəsmi qablaşdırma necədir, rəsmi zəmanət talonları necədir, doldurulurmu qaydasında. Çünki belə deyim də, az məbləğ xərcləmirsiniz də siz bu məsələyə də, bu saat sifariş verərkən. Rəsmi satıcını araşdırsaz, Trendyolun rəsmi satıcısından sifariş versəz və həmin saatın qablaşdırması, zəmanəti qlobal belə deyəlim də, zəmanət talonu varsa, zaten onu bizim servisimizə gətirə bilirsiniz. O məsələdə biz problem yaşamırıq. Dediyimiz əsas məsələ nədir? Trendyoldan məsələn sifariş verdiyiniz zaman orada rəsmi satıcıdan sifariş verməsəz problem yaşayırıq. O da nəyə görə? Çünki Trendyol da qoydum bir qağa. Bir marketdən belə sifariş verdiyiniz zaman bu yaxınlarda bir dənə təcrübə yaşadıq biz. Bir dənə hardasa olardı 60-70 yar arası bir dənə bəy yaxınlaşmışdı. Yandıra xanımı ilə yaxınlaşıb gətirib ki, mən saat almışam. Mən bu saat işləmir, belə deyim də, loru dildə. Saatı bəy qutu belə deyim də paketdən çıxardığında biz baxdıq ki, bu qablaşdırma bizim qablaşdırma deyil və ya biz dillər şəbəkəmizdə də başqa bir formada qablaşdırma təşkil eləmirik. O standart özümüz hansı qablaşdırmada, özümüz hansı zəmanət talonunu veririksə. O Casio-da deyəsən. Casio. Yadıma gəlir. Casio tank olanlardan idi, LTP modeli. Hətta model LTP idi, arxasında MTP yazılmışdı modelin. Və modelin içində çox iri qaşları var idi də, belə deyək, saat 9, 12, 3, 6 istiqamətində çox böyük qaşlar var idi və saniyə əqrəbi gəlir, o qaşa ilişir, saat işləmir. Hərəkət eləmir. Bəy yaxınlaşıb ki, bəs bunu istəyirəm ki, usta baxsın da. Deyir ki, bəs birinci adam çünki belə bir situasiya ilə qarşılaşanda adam özü biraz pis olur da ki, mən necə izah edeyim də müştəriyə ki, bu fake saatdır və dedi ki, bunu hədiyyə edirlər mənim xanımıma. Yəni bunu demək biraz etik olmur da, belə birbaşa demək də ki, bu saat belə deyəlim də fake-dir demək biraz ayıb. Bizim ən azından onu satan adam utanmalıdır burada. O adam utanmır. Amma biz belə deyəlim də biraz adam utanır və istəyir ki, bunu yavaş-yavaş belə deyim də öyrəşdirə deyək. Dedi ki, bəs bunu biz hal-hazırda servisə qəbul edə bilmirik. Çünki qablaşdırması, zəmanəti, talonu, sənədləri qaydasında deyil saatın. Daha çıxartdı zəmanət saatı o əmrin. Amma baxırıq ki, yenə də yəni o zəmanət orijinal deyil də heç biri də. Bizim deyil, ümumiyyətlə Casio-nun deyil. Yazıb doldurublar ora, qızıl qarantiya belə getdi, o belə getdi. Heç bir mağaza adı yoxdur. Möhür yoxdur. Heç olmasa biz o mağazanın əlaqə saxlayaq ki, qardaş belə bir satış eləmisiniz. İndi pis vəziyyətdədir də müştəriniz burada. Çünki olur bəzində orada görülür nömrədə biz əlaqə saxlayırıq onlarla ki, bəs belə bir dənə iş görmüsünüz, belə bir dənə satış eləmisiniz. Bu elədiyiniz şey düzgün deyil. Zəhmət olmasa müştərinə əlaqə saxlayın, qaydasına qoyun. Dayıya bir təhər biz belə öyrəşdirə izah elədik ki, bəs bu saat şey deyil də, orijinal deyil. Yəni saat zaten bağırırdı ki, mən orijinal deyiləm də. O saat da sonra araşdırmada oldu, bəlkə əlaqə saxladı kimlənsə, söhbət biraz uzandı və nəticə etibarilə başa düşdü ki, bunu hardansa onlayn sifariş veriblər. Baxıblar bunlara satan adam deməyib də ki, bu fake-dir də. Deyib ki, orijinaldır, o formada orijinal adından satıb. Ona görə deyirik ki, maksimum dərəcədə onlayn sifariş verərkən
araşdırın satışını. Onlayn sifariş vermək ümumiyyətlə pis bir şey deyil. Təbii ki. Hə. Biz özümüz də onlayn. Yəni səhv başa düşməyin. Bizim bu belə deyim, buraxılışımızdakı bu mövzumuzun məqsədi onlayn sifarişi pisləmək deyil. Yəni qəti surətdə deyil də. Yaxşı bir şeydir. İnsanların belə deyim, daha az vaxtını sərf eləməsinə gətirib çıxardır bu və mənfi tərəfi bir dənə odur ki, düzgün araşdırmasaz bunun mənfi tərəflərinə belə deyərdim də yol açır da, hansı ki fake gələ bilər, zəmanəti düzgün doldurulmaya bilər, saatınızda nəsə qüsur ola bilər ki, hansı ki siz təkrar əlaqə saxlasanız bu sizin daha çox vaxtınızı ala bilər, amma halbuki sifariş verməmişdən qabaq araşdırsaz, fikrimcə heç bir problem olmayacaq. İkinci variant da odur ki, yaxınlaşırsınız mağazaya, onlayn əlaqə saxlayıb belə deyim, onlayn əlaqə saxlayıb bütün məlumatları alıb birbaşa mağazaya yaxınlaşa bilər. Zaten çox vaxt elə olur. Çünki müştərilər özləri də gəlirlər, deyirlər ki, bəs biz yazmışdıq, sizlə danışmışdıq. Çünki bizdə o qədər müştərilər olur ki, yazırlar. Onlar hamısını yadda saxlamaq olmur da. Bəzilərini biz gün olaraq qeyd edirik ki, bu gün məsələn bu müştərilər bizim mağazaya daxil olacaqlar. Biz əvvəlcədən də müştərilər üçün hazırlıq eləyirik. Saatlar olur, rezerv eləyirik ki, bilirik ki, həmən günü gələcəklər. Bəziləri də o ki, gəlir, deyir ki, biz yazışmışdıq, sizlə danışmışdıq ki, bu saat üçün gələcəkdir, yaxınlaşacaqdıq. Çünki həmin o müştərilər onlayn bütün məlumatları əldə eləyib, saatı bəyənib, bir dənə qalıb ki, vizual olaraq görsün ki, necədir, qolunda necə qalacaq və yaxud hədiyyəlik alsa da belə necə görsənəcək o, yəni hədiyyəlik verəndə. Bütün bu məsələlərə aydınlıq gətirəndən sonra müştəri gəlir mağaza saatı bəyənir, seçir. Hətta olur ki, bəzən məsələn müştəridir, yəni biz nəyə görə deyirik ki, mağazadan onlayn pis deyil, amma mağaza daha yaxşıdır. Çünki bəzən olur ki, saatların görünüşü müştəriyə onlayn olaraq xoş gələ bilər, amma mağazada gəlir görür ki, bu daha gözəldir və yaxud bundan daha gözəl modellər görə bilərəm. Geniş seçim olanda artıq çünki bütün belə deyim də bizdə 5000 üzəri harsa bir çeşid olar da, daha da çox ara yəni. 5000 çeşidin hamısını sosial şəbəkədən paylaşmaq həm vaxt etibarı ilə biraz çətindir. Amma biz müştərilərə yenə də təqdim edirik. Yəni, bizlə əlaqə vasitəsilə danışırlar və onlara təqdim edirik. Şəkillər, videolar vasitəsilə mağazadan gəlirlər, çox da razı qalırlar. Həm təqdimatdan, eyni zamanda məhsulların qablaşdırılması, rəsmi zəmanət. Çünki orada biz həm rəsmi distributor kimi belə deyim, bir zəmanət veririk, həm də beynəlxalq zəmanət veririk. Bəzən həmin o onlayn mağazalar var ki, onlar yalnızca beynəlxalq zəmanət adında bir belə kağız parçası verirlər. Nə üstündə möhür yoxdur ki, necə sizin sözünüzə qüvvət o həmin o 60-70 yaşında bir bəyin başına gələn kimi. Nə üstündə möhür yox, nə mağazanın adı yox, nə bir şey yox ki, okay, international warranty. Bir dənə kağızın üstünə international warranty yazılmağından, yəni. Hətta altında da bəzən Çin hərflərlə belə yazılar da olur ki. Nəsə olur, 4 dənə orada işarə olur. Tərcümə eləsəniz bəlkə də o zəmanətə aidiyyatı ola bilər bəlkə də. Bir şey çıxmayacaq. Bir də belə bir dənə məsələ var, bilmirəm, sən də mənimlə razısan yoxsa yox. Azərbaycanda demək olar ki, 1 il 2 il ərzində, 1 il 2 ildə bu proses gedir ki, insanlarımız öyrəşir ki, onlayn sifariş verməyə. Hətta deyərdim ki, tam öyrəşməyiblər. Çünki məsələn də başqa ölkələrdə, belə deyim, qlobalda bu proses necə olur? İnsanlar sosial mediadan istifadə edir yalnız məhsula baxmaq üçün, məhsulu sifariş vermək üçün, belə deyim də, istifadə edirlər. Məsələn, Rusiya bazarında ola bilər ki, istifadə edirlər, Türkiyə bazarında ola bilər ki, istifadə edirlər, amma digər ölkələrdə baxsaq, normalda proses necə gedir? Instagramdan yalnız məhsulun özünə baxırlar. İş gəlib sifariş məsələsinə çatanda yönlənirlər sayta və veb saytdan sifariş verirlər. Bu formada olur. Azərbaycanda elə tam hələ biz o keçid mərhələsindəyik də, elə hal-hazırda. Necə deyirlər? Azərbaycan inkişaf etməkdə olan ölkədir də. İnkişaf etmiş də yox, inkişaf etməkdə olan. Bizdə elə bil bu sektorda, bu ümumiyyətlə də bu e-commerce məsələsi də veb saytlardan sifariş verilmək hələ ki inkişafda yavaş-yavaş inkişaf olur da. Məsələn, bu bir market olsun, istər digər veb saytlar olsun. Bunlar yeni başlayıblar da, son 1 il, 2 il ərzində ki, başlayıblar üzərində işləməyə, bununla bağlı reklamlar çəkilir, onlayn sifariş verməyin müsbət tərəfləri və yaxşı tərəfləri belə deyərdim də qabardılır. Amma hələ ki, məsələn, ən azından bizim satışlarımızın böyük hissəsi necə baş verir də? Instagram üzərindən baş verir də. Veb sayt üzərindən baş vermir də. Çünki Instagramda biraz bizim millət axı biraz istiqamlı millətdir, daha səmimiyik də biz belə deyərdim də. Biz istəyirik ki,
qabağımdakı bir robot olmasın. Hətta biz bunu da yoxlamışdıq da, bir AI düzəltmişdi, hansı ki o baxırdı bizim cavablamaya. Gördük ki, yox da, müştərilər narazılıq bildirir ki, bu nədir, ancaq standart cavablar. Ona görə o müştərilərimiz də daha çox istəyirlər ki, biz qabağındakı bir emosiya olsun, öz emosiyasını ötürsün. Daha rahat olur da, daha güvən versin deyə də belə deyərdim. Ona görə bəlkə də veb-sayt məsələsinə biraz isti yanaşmırlar. Mən özüm də məsələn görmüşəm. Hətta bizim rəsmi distributor olduğumuz brendlər var ki, onların digər Avropa ölkələrində və yaxud Amerikadakı rəsmi saytlarında, Instagram səhifələrində girdikdə, orada Shop Now var. Ora daxil olan kimi birbaşa rəsmi sayta keçid eləyir və oradan sifariş verilir. Yəni əslində bu çox yaxşı olar. Biz tərəfdən rahat olar ki, müştəri yəni birbaşa oradan ödəniş üsulunu seçir, məhsulunu ödəyir və məhsulu əldə eləyir. Amma bir tərəfdən də sən demişkən biz biraz istiqamlı millət olduğumuza görə istəyirik ki, bizə xidmət göstərən yəni şəxs olsun da, yəni bir insan olsun ki, o bizə həmin məhsul haqqında məlumatları versin. Çünki biz özümüz çox araşdırırıq və onun da yəni səbəbi ondan ibarətdir ki, o haqqında danışacağıq ki, bəzi o yalançı saytlar var, fake saytlar var. Yəni müştərilərin orijinaldırmı sualı altında çox qoyur deyənə, buna görə biz ona lazımıq. Biz hələ ki, yəni o insanlara, hələ ki insanlara lazımıq. Amma yaxın zamanda bizim də şirkət olaraq planımızda var ki, o cür belə deyim də yanaşma eləyək. Instagram üzərindən rəsmi saytımıza inteqrasiya olunsun. Bilmirəm, AI kimi yəni o da şey olacaq yoxsa yox. Əlbəttə ki, test eləmək lazımdır. Test eləmək lazım. Bir test eləyəcəyik. Məncə biz özümüz hələ daha yaxşı köməklik göstərərik. Amma yenə də yəni o proses davam edəcək. Yəni də müştərinin danışacaq. Ola bilər ki, son nəticə etibarilə yönləndirmək ki, belə deyim də, veb-sayta yönləndirmək elə yenə də biz yəni bir insan idarə edəcək də o prosesi. Bir də məsələn biz müsbət tərəfimiz nədir? Biz də onlaynda sən daha yaxşı bilirsən də, bu müştərilərlə daha yaxın təmasda olursan. Mən elə çox müştərilərlə belə deyim də yaxın təmasda olmuram. Biz məsəl üçün müştəri ilə danışıb 2 saat arasında seçim qalıbsa və ya mağazaya yaxınlaşmaq istəmirsiniz. Məsələn də deyirəm, məsələn Ayxan saat sifariş vermək istəyir və gəlib mağazaya yaxınlaşa bilmir. Vaxt işi çoxdur və ya icazə alıb çıxa bilmir işdən və ya evdən işləyir, dediyim kimi işi çoxdur. Yəni gələ bilmir də, bu adam heç cür mağazaya gələ bilmir və 2 dənə saat görüb, tutaq ki, bir dənə Jacques Limon görüb, çox bəyənib və bir dənə də Orient görüb, ikisini də çox bəyənib, arasında qalıb. Onda nə edir? Onda bir dənə zəng gəlir Əsədə. Seçim bizə burax. Seçim bizə buraxmağından əlavə. O da ola bilər. İkinci variantı nə olar? 2 saat da göndərə bilərik biz çatdırma vasitəsilə. Göndəririk. Orada adam açır, baxır, ikisini də qoluna taxır. Mən bu saatı taxdım qoluma, bəyəndim. Bu saat mənim saatımdır. Bunun ödənişini eləyir və digər saat qayıdır bizim mağazamıza. Bu formada da belə deyərdim də, onlayn tərəfin bir dənə müsbət tərəfi vardı, belə deyərdim. Həm də onlayn hələ ki, yəni bizim də insanlar, yəni belə deyim də, mütəxəssislərin olması ona görə vacibdir ki, biz müştərilərin hədiyyəli, ən çox bizdə yəni saat hədiyyəli anlamda hədiyyəli zövqlərinə uyğun məsləhətlər verə bilirik. Və çox gözəl məsləhətlər verir. Məsələn, onlayn ola bilər ki, müştəri seçim qarşısında qalsın və yəni 2 saat arasında qalsın, alacağı adam hansını bəyənər deyə sual fikirləşə bilər. Biz müştərilərə bir neçə sual veririk. Onun zövqünü müəyyən etmək üçün, alacağı adamın zövqünü müəyyən etmək üçün. Geyim tərzini soruşuruq, rəsmi işini soruşuruq və yaxud gündəlik həyat tərzini soruşuruq. Bununla bağlı bir neçə suallar veririk. Əvvəl istifadə etdiyi saatların növlərini soruşuruq. Brasletlə istifadə, kəmərlə və yaxud həmin o insan ola bilər ki, ancaq brasletlə istifadə eləsin. Sadəcə olaraq yenilik üçün müştəri ona almaq istəyir. Ola bilər ki, sırf kvart saat taxan adam olsun. Sırf kvart saat taxan adam olsun. Ona avtomatik bir saat versən, sistem qarşılaca bilər. Yəni ona görə bizim orada belə deyim də rolumuz çox böyük olur. Bizim onlayn o sən demişkən də həm o 2 saat təqdim eləmək məsələsi ki, ikisindən birini seçsin. Hətta 3 də ola bilər o. 3 də ola bilər ki, 3 saat arasında qalıb 3 saatdan birini orada yoxlayır yerindəcə. Bu yaxınlarda da olmuşdu. Bir müştəri vardı, 3 dənə Mako var idi, Orient Mako.
3 rəngindən birini seçmək istəyirdi. Biz üçünü də göndərdik. Üçündən birini seçdi. Hətta sonradan ikincini də götürdü. 3 dənədən öncə ikinci oldu. Artıq 3 dənədən ikincini götürdü. Yəni bu hallar baş verməsin deyənə, bu mənfi hallar baş verməsin deyənə, həm burada müştərinin məmnuniyyəti böyük rol oynayır deyənə biz köməklik göstəririk onlayn olaraq. Amma mağazaya yaxınlaşanda təbii ki də mağaza çox rahat olur müştəri. Artıq orada həm belə deyim də gözünün qabağında olur bütün çeşidlər. Biz də onun gözünün qabağında oluruq. Artıq telefon arxasındakı Əsədin kim olduğunu canlı görür orada və yəni həm suallarını cavablandırırıq. Həm bizdə mağazada yəqin ki bir çox müştərilərimiz bilir də. Yəni çox rahatdır. Orada bizim əyləşmək də olur. Yəni çay, kofe, söhbət edə bilər, saat almaq vacib deyil. Yəni fərqi yoxdur da. Olur ki, müştərilər gəlirlər, biz onlarla sadəcə olaraq məsləhət veririk. Yəni bu gün bizə gəlib hər hansısa bir saatla bağlı məhsul əldə etməklə bağlı suallar verən 1 aydan, 2 aydan sonra 1 yox, 2, 3 saat almaq üçün müraciət eləyir. Və yaxud eyni zamanda bizim servis xidmətimizdən gəlib onunla maraqlanan bir müştəri daha sonra yəni o proses müddəti ərzində batereya dəyişmək olsun və yaxud müayinə olsun. Həmin o müddət ərzində biz onlara saatlarla bağlı məsləhətlər veririk, köməklik göstəririk və bu köməklik, bu məlumatlar gələcək alışlar üçün, gələcək belə deyim, məhsullar əldə etmək üçün müştərilərə çox faydalı olur. Uzun sözün qısası, hər iki variantda siz saat almaq istəyirsinizsə, həm onlayn, həm də yaxınlaşıb real təcrübə əsasında saatlar əldə edə bilərsiniz. Əsas məsələ odur ki, onlayn sifariş verdiyiniz zaman nəyi araşdırırsınız? Araşdırırsınız rəsmi satçını və saatın özünü araşdırırsınız, şərhlər bölməsinə baxırsınız və əlbəttə ki, ən azından bir sağdan, soldan, dostdan, tanışdan soraq alırsınız ki, bu saytlar rəsmidir, yoxsa rəsmi deyil və ya dediyim kimi hər hansısa bir mağazada, hər hansısa bir sırf bizdən gedir də bu burada mövzu. Bizim rəsmi distributor olduğumuz bir markadan saat görmüsünüz. Tutaq ki, X bir mağazada bizlə əlaqə saxlayıb soruşa bilərsiniz ki, mən bu mağazada sizin saatı görmüşəm, buradan əldə edə bilərəmmi? Bu rəsmi satçıdırmı? Rəsmi dillə şəbəkənizmi? Soruşa bilərsiniz. Biz də məmnuniyyətlə cavab verəcəksə ki, bəli, buyurun, ala bilərsiniz və ya deyəcək ki, bizim rəsmi dillə şəbəkəmizə aid deyil. Ondan sonra topu veririk sizə. Artıq siz qərar verirsiniz də buna ki, alış eləyəsiniz, yoxsa alış eləməyəsiniz. Bizim üstümüzə düşən bu qədər. Çox şad oldum. Mən təşəkkür edirəm. Sənin bu buraxılışımızda görməyə. İnanıram ki, siz də şad oldunuz. Və bizim buraxılışlarımızın sonunda yəni balaca sual-cavablarımız var. İstəyirəm sənin də sual-cavab atəşinə tutum. Görək necə olur. Yəni Ayxandan telefonu xahiş edeyim. Hazırsan? Həmişə. Getdik. Maksimum dərəcədə bacardığın qədər qısa cavablar ver. İndi birinci dəfə deyə, sənə biraz keçəcəm, biraz uzun cavab verirsən, amma normalda bunu ancaq belə çox sürətli və belə deyim də sual-cavab verir. Çünki verdiyim suallar zaten konkret cavabları olan suallardır. Birinci sual. Sənin fikrində dünyanın ən gözəl sferulat rəngi hansıdır? Və ya sferulat teksturası ola bilər, material ola bilər, fərqi yoxdur. Ən gözəl tekstura saat olaraq deyə bilərəm Jacques Drouot. Ən çox şişirdilmiş hesab etdiyin saat brendi hansıdır? Richard Mille. Bütöv bir saat kolleksiyanı 1 saatdan təmsil etməli olsaydın, hansı saat modeli olardı? Patek Philippe 5711, Tiffany & Co. Böyük brendlərin kütləvi istehsalı, yoxsa kiçik müstəqil saat ustalarının əl işi? Kiçik müstəqil saat ustalarının əl işi. Məsələn, Philippe Dufour. Bir dənə də belə maraqlı bir dənə sual gəlir. Səncə kvars saatlar horologiyanın düşmənidir, yoxsa xilaskarıdır? Məncə düşmənidir. Onda bu eləmiş sözlər amma oxusan, o biri buraxılışımızda bunun açıqlamasını verərsən. Deyəcəm 100%. Kolleksiyanıza bir daha heç vaxt satmamaq şərti ilə daxil etəcəyin saat. Mən istəyirəm gələcəkdə daxil eləyim. Yəni əl çatan. Amma heç vaxt satmayasan da onu. Heç vaxt satmayacağam. Jeje Le Coult Reverso. Yəni o %100 alacaq və satmayacağam. İnşallah. Son sualımızla yekunlaşdırmaq istəyirəm. Brendin səncə imici və marketinqi daha vacibdir, yoxsa mexanizm keyfiyyəti? Mexanizm keyfiyyəti. Sözsüz mən də səninlə tam razıyam. Birinci buraxılışımızın sonuna gəlib çatdıq. Gələn buraxılışlarda görüşənədək əlbəttə ki, izləməyi, bizə dəstək olmağı və öz fikirlərinizi bizimlə bölüşməyi unutmursunuz. Hələlik.